Ağdaşdan xəbərimiz var yenə də. Qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzun müddətli həbsə göndərilib. Məlumata görə cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş Elvin və Səxavət, bütün ad soyadlar şərti verilib, onu qeyd eləyək. Birgə mühakimə ediliblər. Hadisənin təfərrüatına gəlincə əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədi ilə zorla qaçırıb. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək eləyiblər. Gülsüm qohumu gilə gedərkən Seyran onu zorla Səxavətdən Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa el adəti ilə evlənməyə razılıq verəcək. Və Seyran yolda olarkən qızla onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostlar üçü də saxlanılıb. Zərər çəkmiş qız polisə yazdığı ərizədə də məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib. Şək Ağır Cinayətlər Məhkəməsi yekunda zərər çəkmiş şəxsin ifadəsinin ardıcıl və verilmiş ittihamla tam uyğun olduğu qənaətinə gəlib. Hökmə əsasən adam oğurluğunda təqsirli bilinən Seyrana 8 il 6 ay, Səxavət Elvin qardaşlarına isə 8 il həbs cəzası verilib.